3 gün ərzində 1 kilo arıqlamağı bacardım. Bunu necə etdiyimi soruşsanız, sadəcə limonlu su ilə limonlu suyu 1 saat əvvəlcədən, yəni yeməkdən 1 saat əvvəlcədən içirdim. Daha sonra yeməyimi yeyirdim. Çalışırdım ki, daha çox yürüyüşlər eləyim. Yeməkdən həmən sonra olmasa da gün ərzində bir 5000 falan addım atmağa çalışırdım. Daha çox olan vaxtlar da oldu, daha az olan vaxtlar da oldu, amma çox şükür arıqlamağı bacardım. Mən 1 ilə yaxındır ki, evliyəm. Evlənəndə 56 kilo çəkim var idi. İndi isə 60 kiloyam. 61 kilo idim. 1 kilonu atdım. İstəyirəm ki, 55 kilo çəkidə olum. 4 kilo çəkidə verdikdən sonra artıq dayandıracağım. İstəyirəm ki, o çəkidən nə yuxarı, nə də aşağı olmayım. Bu arada yaşıl lobyanın mövsümü gəldiyinə görə artıq yaşıl lobyanı da bişirməyə başlamışıq. Hər kəs də fərqli-fərqli bişirir. Mən isə ekranda gördüyünüz kimi əvvəlcə doğrayıram lobyaları, daha sonra soğanı qovurub ədviyyatlarımı əlavə edirəm. Lobyanı da əlavə etdikdən sonra əlimdə olan göyərtilər var idi. Onları da əlavə etdim, qovurdum. Daha sonra üzərinə su əlavə edərək az xodda lobyanın bişməsini gözlədim. Əgər videoya bura kimi baxmısınızsa və baxmağa davam edirsinizsə, abunə olmağı, bəyənməyi, yorum yazmağı unutmayın. Əgər nə yazacağınızı bilmirsinizsə yorumlarda bu videonu saat neçədə gördüyünüzü yazın və sizə maraqlıdırmı, necə videolar görmək istəyirsiniz, onları qeyd edə bilərsiniz. Çoxdandır ki, YouTube-a belə uzun videolar çəkmirdim, həmçinin də shorts videoları çəkmirdim. Bilmirəm niyəsə həvəsim yox idi. Əslində bu müddət ərzində 2 dəfə rayona gedib gəlmişəm. Yəni çox şeylər çəkə bilərdim əslində, amma niyəsə heç bir həvəsim yox idi. Amma çalışacağım bundan sonra elədiyim ən sadə yemək belə olsa onları çəkim, paylaşım. Əgər videonu bəyəndinizsə bir daha qeyd edin bəyənməyi, abunə olmağı unutmayın. Gələn videolarda görüşmək üzərə. Sağ olun, sağlıqla qalın.